maraqlı idi. Play'dir. Play. Elə birinci suala bundan. Mən çaysız bacarmıram, çay içməyəm. Bu qədər gəzdiyim ölkələr içində ən gözəl xanımlar hansı ölkədədir? O zaman mən gələndə özümlə dolma. Sən gələndə xəbər elə, mən səni dolma bişirtəcəm. Azərbaycan restoranlar var, narahat olma. Salam dəyərli izləyicilər, bugünkü kontent fərqli olacaq, hər şeydən biraz. Adətən kanalımda mən qonaq qəbul edirəm, suallar verirəm. Bu dəfə istəyirəm dostum Türkan mənə sualları ünvanlasın və mən də həmin sualları cavablandırıb hər şeydən biraz, bir sözlə. Salam Türkan, necəsən? Salam, xoş gördük, çox yaxşıyam. Səni vətəndə görmək çox xoşdur. Minnətdaram. Xoş gəlmisən. Çox sağ ol, çox sağ ol. Həmişə evində işindəyim. Sağ ol, sağ ol. Elə birinci sualı bundan başlayaq. Sənin üçün əsas daha doğma, daha əziz, özünü öz boşqabında deyirlər. Hiss etdiyin havadır. Əlbəttə Azərbaycandır və bir məqama toxunum. İzləyicilər onu düşünməsin ki, mən Türkan xanıma Türkan deyirəm. Onun səbəbi odur ki, mən Türkanı 30 ilə yaxın tanıyıram. Biz bir yerdə oxumuşuq. Yaşımızı bəlli eləmə. 90-cı illərin uşaqlığıdır bir sözlə. Yəni hər zaman insan zəng edə biləcək dostlardandır. Bəli, Azərbaycan təbii ki, sözsüz. Dostlarım burada, ailəm burada, doğmalar burada. Bura gələndə tam özümü başqa cür hiss edirəm. Amma mənim məqamlar var ki, artıq düşünürəm ki, geri dönməyə vaxtıdır. Azərbaycana qonaq gəlmək ümumiyyətlə çox gözəl bir hissdir. Hər kəs arzu edirəm onu. Bəs yaxşı, Azərbaycan üçün darıxdığın ən çox nə idi gələndə? Birinci, təyyarədən enən kimi ən birinci. Ailəni görmək o heç o təbiidir. Ondan başqa ən birinci etmək istədiyin? Valla, birinci doğmalarda onu deməyə ehtiyac yoxdur. Darıxdığım ən çox yəni ki, mətbəx olur. Çünki Azərbaycan mətbəxi dünyanın ən dadlı mətbəxidir. Nümunə gətirə bilərsən? Daha doğrusu yeməkləri ən dadlı yeməklərdir. Düz orada da bişirirsən, yeyirsən, alırsan ətdir və s. və ilə axır. Sadəcə burada nəsə bir xüsusi tam olur. Əsasında hamımızın, anamızın hazırladığı yeməyin heç bir əvəzi ola bilməz. Xüsusi yeməyi deyəndə ki, mən bu barədə çəkmişdim video. Sevdiyim yeməkləri qeyd eləmişdim. Kanalımda da var, baxa bilərsiniz. Mən ən çox belə deyim də, dolma üçün darıxmışdım orada, davulğa üçün darıxmışdım. Əsasən yarpağa. Gələndə gəlməmişdən qabaq sifarişlər verilmiş ki, çatıram, naz nemətlər stonu səndə olsun. Belə çox seçici deyil, amma ən çox xoşladığım olardı, belə deyərdim. Bəs yaxşı, indi tərsinə sual verəcəm. Bakıdasan, neçə ayda artıq? Bir aydan çoxdur artıq. Bakıdasan, orada nə üçün darıxırsan? Yəni, ora gedən kimi həmən etmək istədiyin bir aktivlik nədir? Aktivlik deyim də ki, belə deyim də, İngiltərədə, mən əsasən belə deyim də, İngiltərə ilə bağlı onsuz paylaşımlarım çox olur. Göstərirəm izləyicilərə Londonun yaşam tərzi. Məni ən çox ora bağlayan təbiətdir. Yəni, İngiltərənin, xüsusən də Londonun havası, bəzi insanlar deyir ki, yağışlıdır, darıxdırıcıdır. Mən düşünmürəm elə. Mən sakitlik sevən insanam. Təbiət sevən insanam, təbiət vurğunuyam, hündür mərtəbəli binalar, megapolis sevmirəm, düzdür London bu dəqiqə megapolisdir, amma İngiltərənin kənar şəhərləri daha gözəldir və ən çox darıxdığım orada çıxıb parklarda gəzməkdir. Çünki Bakıda çox təəssüflər olsun ki, park anlayışı demək olar yox səviyyəsindədir, yəni çox nadirdir ağaclar. Buna görə ən çox burada qalanda ürəyim sıxılır, maşınların səs-küyü, tıxac, çünki İngiltərədə belə şeylər demək olar yoxdur, siqnal səsi. Buradan qaçmamın səbəbi bəlkə də birinci olardı bu. Bir dəfə tıxacda qalırsan, saat yarım, onda insan həyatına nifrət edirdi, yəni bir sözlə. Bu hamımızın yaralı yeridir. Eynən, bu mövzuda tamamilə qatılıram sənə. Elmi, şəxsən öz adıma maraqlı gələn bir nüansı qeyd edəcəm. Mən həmişə filmlərdən görmüşük, o dağ, qaranlıq küçələr falan, yad ölkə, ilk dəfə gedəndə, ilk dəfə ayağımı o Londona basanda, belə bir, yəni tanımadığın bir ölkə, tanımadığın insanlar, yəni insanlıq halda hər şeydə baş verə bilər, yəni hər hansısa bir təhlükə ilə bağlıdır. Təhlükə ilə bağlı, eynən. Təbii ki, insanda bir narahatçılıq ola bilər. Səndə necə oldu bu adaptasiya periodu? Belə deyim də, mən ümumiyyətlə 18 yaşımdan səyahətlərdə olan insanam, gəzmişəm, dolanmışam, bir neçə Avropa ölkələri və s. ölkələrdə olmuşam. Artıq bu adaptasiya, kənarda qalmaq hissi, ailədən, doğmalardan uzaq olmaq hissi mənə o qədər yad deyil və o qorxmaq hissi, qorxmaq təbii ki bizdə yoxdur, şükür Allah, yalnız Allahdan qorxumuz var. O ki qaldı sənin o dağ küçələrin filmlərdə göstərirlər. O Londonda demək olar ki, o qədər yoxdur. Bu əsasən xüsusən Amerikada olur, təhlükəli. Çünki orada çox şeylər legaldır. İngiltərədə elə şeylər legal deyil. Yəni mən neçə illərdir oradayam. Neçə vaxt oradayam daha doğrusu, dəqiqliyim. Yəni mən orada, yəni küçədə davadalar, kiməsə nəsə belə
hadisələr baş versin, kriminal bir şey görməmişəm. Təbii ki var. Təbii ki var, amma mənim qarşıma çıxmır. Ən çox orada maksimum oğurluqlar olur. Telefon oğurluqları, maşın oğurluqları. Cinayət başqa yerlərə baxanda məncə azdır. Yəni o söhbət ümumiyyətlə qorxmaq, çəkinmək, o şeylər heç vaxt olmayıb. Sadəcə adaptasiya söhbəti olub. İnsan düşəndə ətrafında hamısı başqa millətlər, yad insanlar, xüsusən də Londondadır ki, yəni Londonda mənim qonşum 40 dənə qonşum varsa, onun 38-i hərəsi ayrı millətdən. Yəni hərəsi ilə dil tapmaq, hərəsinin özünün bir kültürü var, belə deyim. Təbii ki. Azərbaycan təmiz ayrı bir mədəniyyətə mənsubdur. Məsələn Hindistanlı, Pakistanlı tamam ayrı. Onlarla dil tapmaq lazımdır. O cəhətdən biraz uyğunlaşmaq çətin olur, amma yəni Avropada elədir ki, Azərbaycan kimi deyil də, qonaq getmək, qonaq gəlmək, hərə öz evinə, işinə, evinə gedir və həyat tərzini qurur. O cəhətdən yox, mən deyərdim ki, demək olar ki, olmayıb. Yəni 1-2 ay belənsinə, o da ki, çıxırsan təbiətdə gözəlliklər görürsən, deyirsən ki, nə yaxşı, vau, gəlmişəm bura. Hər kəsə qismət olsun gəlmək və burada bir məqama toxunum. Mütləq bizim kanalımıza abunə olaq və takib atıb videomuzu bəyənək. Çünki bizə stimul lazımdır ki, daha geniş videolar çəkim. Bəs yaxşı, özün qeyd elədin ki, 18 yaşından etibarən dünyanın müxtəlif ölkələrində olmusan, səyahət xarakterli, qısa müddətli də olsa yaşamaq xarakterli, az da olsa bir təcrübən formalaşıb. Bu ölkələr arasında ilk üçlük desək və yaxud da ilk beşlik desək, təbii ki, vətəndən kənarı nəzərdə tuturam, sıralaman necə olardı? Valla sıralama deyəndə ki, mənim ümumiyyətlə arzuladığım, mən ümumiyyətlə həmişə izləyicilər deyirəm, mən sual verirlər ümumiyyətlə gəlməklə bağlı, viza ilə bağlı, xaricdə yaşamla bağlı. Həmişə vurğulayıram ki, sizin harda xoşbəxt olacaqsınız, orada yaşamalısınız təbii ki. Hər bir insanın, hər bir gəncin, hər bir insanın xəyalında bir ölkə vardı, yaşamaq istədiyi, olmaq istədiyi. Bəziləri ümumiyyətlə deyir o xəyallar və gerçəklər, düşünürlər, başqa gedib görəndə başqa şey görürlər. Təbii ki. Mən çalışıram ki, həmin kanalımda İngiltərə mənfiləri, müsbətlərin bölüşümü gələnlər şoka düşməsin. Çünki həqiqətən elə şeylər baş verir ki, İngiltərədə, Londonda sən filmlərdə baxsan, gəlirsən, düşürsən ora, deyirsən ki, axı belə olmalı deyildi. Həmçinin Amerika və s. və ilaxır. Amma belə deyim də, mən çalışın ümumiyyətlə xəyal qurmayın, arzu ilə yaşayın, arzu satmaq olur. Mən arzu edim həmişə uşaq vaxtı İngiltərəyə gedib yaşamaq, London. Çünki ingilis kitablarında özün gördün, o vaxtda bizdə Big Ben şəkilləri, Temza, Tower Bridge və s. və ilaxır. Həmişə belə deyim, arzum olub. Gəlmişəm, çatmışam bir ölkə olaraq arzuma. Amma topluda məsələn mən Amerikada yaşamaq istəmirəm. Miami'yə getmək istəyirəm, Maldivdə istirahət etmək istəyirəm. Yəni bu əl çatılmaz, çatan bir şeylərdir. Ona görə topda hələ ki düşünürəm ki, İngiltərədir, İsveçrədir. Hələ ki bir də, bir İsveçrədir, İngiltərədir. Üçüncü də ki, hansısa bir cırtdan Avropa ölkəsi. Hələ ki olmamışam, amma San Marino, Zəbbər tarix, yəni belə bir yerdə gedib yaşamaq, Lüksemburq da çox gözəl yerdir. Oralarda yaşamaq olardı. Hələ ki İngiltərədə görə axırımızda olacaq. Bəs yaxşı, düşünürəm ki, bizi izləyən bütün xanımların vermək istədiyi sualı indi mən sənə verəcəm. Bu qədər gəzdiyin ölkələrin içində, bu qədər gəzdiyin ölkələrin içində ən gözəl xanımlar hansı ölkədədir? Ya belə deyim də, indi mən bəziləri düşünəcək ki, xalq qazanmaq üçün deyir. Mən tam səmimi deyəcəm. Çox deməzdim. Müəyyən millətlərdən xanımlar görmüşəm, müəyyən yerlərdə olmuşam. Tam səmimi deyəcəm. Yəni Azərbaycan xanımlara qədər baxımlı xanımlar demək olar ki, heç yerdə yoxdur. Bu son 5 il ərzində düşünürəm daha çoxalıb və Azərbaycan xanımlarda gözəlliyinə görə yəni top 5-likdə olan xanımlardır. Yəni yalandan deməyim də, çünki gəzmədiyim yerlər də var. Bir çıxardı ki, falan yerdə, amma bizim xanımlar həqiqətən gözəl xanımdır. Gözəl xanımlardır. Sadəcə bir məqam, xoşuma gəlməyən məqam nədir? Son zamanlarda xanımlarda bu baxımlılıq biraz çərçivəni keçib, əndazəni keçib. Yəni çıxırsan şəhərə, baxırsan ki, copy paste, bütün xanımlar bir-birinə oxşuyur. Eyni həkimlər, eyni əməliyyatlar, yəni ehtiyacı olan da eləyir, ehtiyacı olmayan da eləyir. Məncə bunlar artıq şeylərdir, sadəlik, gözəllikdir. Baxımlıq o deməkdir, əməliyyat olmalısan. Xanım özünə gözəl xanımca baxırsa, müəyyən qədər onsuz da cəzbedici olacaq və ən əsaslı da xanımın gözəlliyi qatan onun daxili aləmidir. Yəni üzdən nə qədər gözəl olsa belə, ağzını açanda o deyilsə, yəni mənim öz prizmadan baxımda öz fikrimi deyirəm. Tək üz gözəlliyi önəm daşımır. Mən əsasən insanın fərqi yoxdur bu kişi, qadın, daxili aləminə fikir verirəm. Əgər bir-birini tamamlayırsa, o insan mənim üçün çox gözəl insandır.
Amma Azərbaycan xanımları həqiqətən gözəldir. Son zamanlarda çıxırsan da bizdə özdə bir dənə söz deyim, xanımlar maşallah şəhərdə model kimi gəzirlər. Geyimlərinə fikir verirlər. Bununla o uyğunlaşır, onunla bu kombinləyirlər. Kombinasiya. Amma Avropada belə şeylər yox demirlər ki. Avropada kim nə gəldi, geyinir, çıxır. Elə onlar gəzməyə qeydib paltarı bizim xanımlar çölə barə ziblatmağa geyinməzlər. Tamam, səncə o mu yaxşıdır, bu mu yaxşıdır? Heç biri yaxşı deyil. Orta olmalıdır. Yəni o da düşünürəm elə. Bir də bir sözdür, mənə maraqlı gələn birisi nədir? Məsələn, İngilis xanımları ümumiyyətlə baxımlı 0-0. Yəni makiyaj 0. Həqiqətən mən bir neçə ailədə qonaq olmuşam. Təsəvvür edə ki, yəni bir insanın milyonu var da. Məsələn, o burun, o indi şey kimi çıxmasın, Allah acıq gəlməsin. Nə qədər yəni bizdə heç kim o burnu saxlamazlar. Məsələn, görürsən ki, deformasiya olur, onun milyonu var, onu elətdirmir. O şey yoxdur orada. Prioritet deyil onlar. Ay sağ ol, belə deyim. Onlar sadəliyə önəm verirlər, amma çox da sadədirlər. Yəni həddindən artıq da sadə. İndi bir dənə məqam yaranıb ki, mən bunu şahid olmuşam və bir neçə insanla söhbət edəndə bunu demiş ki, düzgün həqiqətən. Bu müharibədən sonra Ukraynadan çox insanlar qaçqın gəlirlər İngiltərəyə. Ukrayna xanımları baxımlıdır da, indi özünüz bilirsiniz. İngilis xanımlarında belə bir rəqabət yaradıb Ukrayna artıq. Görür ki, məsələn, çölə çıxır, görür ki, bu xanımlar bəzənib, kişilərin fikri yayılmağa başlayır. Qısqanclıq, artıq görürəm onlarda dırnaq, manikür, pedikür söhbətləri təzə-təzə yaranır artıq. O da Ukrayna gələndən sonra açırlar, salondan işlədilər də. Artıq rəqabət, əvvəl belə bir şey yox idi, orada onlar fikir vermirdilər. Yəni Hindistanla, Pakistanla yaşayırdılar, görürdük ki, onlar da belə. Amma artıq Avropa bu tərəflərdən gələnlər rəqabətə səbəb oldu da bir sözlə. O zaman buradan belə deyək də salon sektorunda olan xanımlara bir mesaj ötürmüş oldunuz ki, Londonda bu işi qura bilərsiniz. Əgər imkan varsa, oradakı xanımların bəzədib düzənməyə ehtiyacları var. Mənə maraqlı gələn suallardan biri də budur. Düşünürəm ki, gənclərimizə də maraqlı olacaq. Adətən bizdə, yəni uşaqlıqdan gördüyümüz odur ki, bəylər bir çayxanalarda görüşər, asudə vaxtlarını keçirdər, xanımlar nə bilim şəhərə gedər, kimisi filmə gedər. Orada necədir? Yəni çayxana tipli evlər varmı? Bu bizim məşhur alışdığımız çay, ləbləbi, zubaçiska, külqabı mövzusu orada da varmı? Belə deyim də, əlbəttə hər yerin özünə məxsus asudə keçəcək yerlər var. İngiltərədə pub mədəniyyəti var. Hətta mənim bir videom var idi. Bəzi insanlar orada müxtəlif rəylə yazırlar ki, o nədir, pub'u çəkirsən, Azərbaycan hələ ona hazır deyil mədəniyyətlə. Mən izah etməyə çalışdım ki, ingilislərdə pub mədəniyyəti illərə dayanır. Hətta köhnə filmlərdə görüblər ki, aşağısı pub, yuxarıda mehmanxana, gəlirlər, istirahət edirlər. Bizdə sadəcə o biraz tərsinədir. Yuxarı aşağı moyka, yuxarı çayxanadır. O da başqa sistemdir. Və insanlar gəlirlər asudə vaxtların, həftə sonları, əsasən 5-6-cı günlərdir. Ailəsi ilə gəlib pubda futbola baxanlar kim. Yəni mən hələ görməmişəm orada, nə bilim, orada əxlaqsızlıq olsun, nə bilim, ofisiant və s. və ilə axır. Hər kəs gəlib sakit istirahətə gedir. Əlbəttə olur, müəyyən insanlar var, içki içə bilmir, orada müəyyən şeylər baş verir, amma o hər yerdə ola bilər də. Yəni restorana gəlsən, restoranda ola bilər. Burada bəzi yerlərdə ailəvi istirahət mərkəzi adından, yəni ailədən xəbər belə yoxdur. Pis insanın irqi, cinsi, rəngi olmur. Hər yerdə pis insan var, orada da həmçinin. Amma ümumi götürəndə yaxşıdır. 5-ci gün iş vaxtı qutardı 5-6. Çünki bazar günündən axı sonra 1-ci gün iş gəlir deyə. Yəni istirahət vaxtları xüsusən 5-ci, 6-cı günlərdir. Yəni o bəyənirəm onların bu asudə vaxt keçirməklərini. Bir sualım da var. Deməli, düşünürəm ki, mənlə razılaşarsan, biz ümumiyyətlə istiqanlı xalqıq və küçədə tanımadığımız bir adama belə bir köməyə ehtiyacı olarsa, həmən qaçıb əlimizdən gələni edə biləcək bir xalqıq. Orada necədir? Yəni, olduğun müddətdə belə bir şeylə rastlaşmısanmı ki, başqa bir millətin nümayəndəsi olsun? Yəni, təbii ki, bizdən söhbət getmir də. Necə olur ümumiyyətlə? Valla deyir o, həyat olsun içindəki insan sevgisinə, məndə də o var. Yox, istiqanlı qonaqpərvər həmin sinonim demək olar ki, yəni insan istiqanlı olmasa qonaqpərvər də ola bilməz. O, oralarda o qədər inkişaf eləməyib. Amma birinə kömək eləmək eləyərlər deyəlim ki, yəni mən açıq görməmişəm də, yəni kimsə yıxılsın, üzün çevirir, geçsin, maksimum çalışırlar kömək eləməyə. Yəni elə bir şey yoxdur orada. İndi bəzi ölkələrdə özünün xas xüsusiyyətləri var. Məsələn, Çində deyirlər ki, kimsə boğulub öləndə dəymirlər ki, qoy ölsün. Onu deyir, o Allahın yazdığına mane olmaq olmaz. Yəni belə bir şeylər də var, amma o tərəflərdə İngiltərədə belə bir şeylər yoxdur. Valla mən bilirsiniz də mən həmişə deyirəm,
çalışıram, orada yaşayıram. Mən ümumiyyətlə gəzəndə də mənim cibimdə, kurtkamda Azərbaycan bayrağı olur. Bu mənim özümü göstərməyimlə əlaqədar Bu deyil. alqışa layiq bir Sağ ol, sağ ol. hərəkətdir. Yox, bunu özümü göstərmək üçün deyil, sadəcə müəyyən məqamlar olur ki, orada Azərbaycan bayrağına şəkil çəkirəm, müəyyən yerlər göstərirəm. Çünki tanımayanlar çoxdur, tanınmağa çalışır, yaxşı sözün yaxşı mənasında. Və olub beləncə, kiməsə nəsə yol keçəndə, yaşlı bir insan əlindən belə tutan keçsinə kömək eləyəndə, onlar biraz qəribə olur. Reaksiyalar qəribə olur. Düzdür, o insanın özü insana keyfiyyətlərinə nasıl olan bir şeydir. Yəni kiməsə kömək eləmək, bu kömək eləmirsən nə isə göstərmək, sadəcə görürsən ki, yaşlı insanda durub yer verməlisən. Belə şeylər olanda və sıra deyirəm ki, Azərbaycanlıyam. Qoy Azərbaycanı görsünlər ki, belə insanpərvərliyi var, bəli. İndi o xırda bir nüansdır. Olub çox şeylər olur. Sadəcə yadıma düşmür, bir dənə sual verdim. Məsələn, ictimai nəqliyyatda, avtobusda yaşlılara yer vermək, xanımlara və yaxud hamilə xanımlara yer vermək. Nadir hallarda. Mədəniyyət, o mədəniyyət yoxdur. Yenə deyirəm, o insanın öz şəxsi içindəki olan mədəniyyət ola bilər orada. Yəni əgər bir insan olub elə, məsələn, ingilis olub ki, durub yol verib. Mən hətta bir dənə söz deyimsə, inanın ki, Azərbaycanda elə gənclər var ki, onu da başa dərk eləmirlər. Onlarda o mədəniyyət yoxdur. Əvvəlki vaxtlarda düzdür, indi get-gedə itir. Bəs yaxşı, bir nüansa da toxunmaq istəyirəm. Qeyd etdik ki, yolda başımıza gələ biləcək hər hansı bir problem səhhətlə də bağlı ola bilər. Səhhətlə bağlı hər hansı problem olanda, məsələn, xəstəxanaya müraciət etmək, sən çünki oranın vətəndaşı deyilsən, sən əcnəbi vətəndaşsan, istər münasibət necədir, yəni fərqli əcnəbi bir vətəndaşa qarşı, istər hamımıza maraqlıdır, maliyyə cəhətdən necədir? Bu mənim yaralı yerimdir. Çünki Avropada yaşayan və yaxud ölkə kənarında yaşayan insanlar bəzən müəyyən şeylər çox şişirdirlər, yəni olmayan şeylər danışırlar. Amma mən çalışıram reallığı deyim. Əlbəttə müsbət cəhətləri çoxdur, danılmazdır, mənfi cəhətləri də var. Səhiyyə bərbad vəziyyətdədir. Bərbad. Onu nəyə görə deyəcəm sizə? Demirəm cüdə həkimlər yoxdur, var. Cüdə həkimlər çoxdur. Özəl klinikalarda da həkimlər var. Qəbul etmək zülmdür. Amma ödənişsiz, biz hamımız sığorta ilə da orada GP deyilən bir şey var. Yəni poliklinika bərbad vəziyyətdədir. Vallahi analiz verməsi ondan yaxşıdır. Sadəcə əsasda ən yaralıya stomatologiya, diş həkimi söhbətidir. Yəni dua edirik ki, bir də orada dişimiz ağrımasın, nəsə bir şey yox. Çünki 2-3 dişi müalicə eləməkdənsə orada mən gəlib Azərbaycanda 10 gün dincəlib qayıtsam və yaxud Türkiyədə ondan daha ucuz olacaq. Maddi cəhətdən. Maddidən də var. Bir neçə yaxınlarım olub gediblər normal həkim tapa bilməyiblər. Azərbaycanda ümumiyyətlə mən bir dənə söz deyim, bunu deməsəm ürəyim partlayar. Sənədsüət işlərində bu sözü deyirəm, danılıb dururam. Azərbaycan kimi rahat bir yer yoxdur. Sənədlərin hazırlanmasıdır. Bu asan xidmət deyilən bir şey var, strukturu var. Yəni bu bizim patent bizdətdə bu. Yəni belə bu struktur dünya heç yerində yoxdur. Getdin, məsəl üçün pasport lazımdır, qanuni şəkildə ödəniş verədin, bir gün ərzində pasport aldın. Bəlkə düşünürəm nə varsa qayıtsam Azərbaycanda hansısa bir ucqar bölgələrimizin birində bir ev tutub orada yaşayaram. O daha mənə effekt verir, daha rahatdır, daha relaks olur, nəinki Bakı. Çünki Bakıda 1 saat sürərsən, insan bütün əsəblər ki, orada bir sözlə, tam səmimi deyirəm. Mən qonaq gəlsəm, ilk mənə daddıracağınız hansı yeməyi, amma gələnəksəl deyək də, ənənəvi onlara məxsus olan hansı yeməyi məsləhət görürsünüz? Vallahi heç bir şey. Ümid eləyirəm içərisində domuz olmayacaq. Yox, onların ümumiyyətlə belə deyim, fish and chips deyilən bir şey var, balıqla free. Balıq deyim. Yəni onlarda xüsusi bir şey yoxdur. O zaman mən gələndə özümlə dolma. Sən gələndə xəbər elə, mən səni dolma bişirtdirəcəm. Azərbaycan restoranları var, narahat olma orada. Ne gözəl. Azərbaycan restoranları varsa gəl biraz da mövzuya toxunaq da. Azərbaycan restoranları var. Açığı mən bir ikisini mənə dəvət ediblər, vaxtla əlaqə gedib çıxa bilməmişəm. İnşallah növbəti kanalımıza abunə olaq, izləyək. Qayıdan kimi İngiltərəyə fikrim var, gedim Azərbaycan restoranı çəkim. İzləyicilər görsün ki, orada da bizim həmvətənlərimiz işlər görürlər və bizi o təamlardan ayrı qoymurlar. Düşünürəm ki, çox uzatmayaq, hələ marağında, dadında saxlayaq. İnşallah gələn görüşlərimizdə görüşərik. Yolun açıq olsun. Sağ olun, minnətdaram. Allah amanda. Hər birinizi səhifəsində, kanalında gözləyirik. Gözləyirik mütləq. Abunə olmağı, bəyənməyi unutmayaq. İnşallah siz üçün maraqlı videolarımız gələcək. Bir daha çox sağ ol Türkan. Mən təşəkkür edirəm.